Sən elə bir özgüvən, elə bir rahatlıq içərisində olmalısan ki, qarşı tərəfə o sözün, davranışın, oturuşundan belə onu ikna eləməlisən. Baxın, bir müştəri ilə görüşə gedirsən, çox özgüvənli şəkildə oturmusan, işindən əminsən, bilik bacarığına da güvənirsən və qarşı tərəfə bir sözünlə belə inandıra bilərsən ona. Bir tərəfdən də düşünün, müştərinin qarşısına getmisiniz. Nə qədər işindən əmin olsan da, düşüncələrindəki qorxular, birdən nəsə deyərəm məni yanlış anlayar düşüncəsi və yaxud da digər travmatik düşüncələrinə görə qarşı tərəfin yanında həzik durursan. Büzüşüb durursan, nə bilim, birdən, yəni birdən bu sözü deyərəm, daha qarşı tərəf onu hiss eləyir. Sən elə bir özgüvən, elə bir rahatlıq içərisində olmalısan ki, qarşı tərəfə o sözün, davranışın, oturuşundan belə onu ikna eləməlisən. Amma o qorxuların, travmatik düşüncələrini eləmədinsə, heç zaten onun yanına gedib çıxa bilmirsən sən. O heç onunla üzbəüz də otura bilmirsən. Yəni ona görə burada bir məsələ var ki, sən insanları yanaşmanda birinci qarşı tərəfin verəcəyi reaksiyaya yox, öz içərisindəki olan pulu yanaşmanı ortaya qoymalısan ki, mən yüksək məbləğ qazana bilərəm.